stüdiyanızdayıq. Biz taxta döşəmələrdən, xüsusən parket kimi tanınan döşəmələrdən danışmaq istəyirik. Qonağımız uzun illər bu sahədə çalışan mütəxəssis Şahzadə Məmmədovdur. Xoş gəlmisiniz Şah Usta. Necəsiniz? Sağ olun, yaxşıyım. Biz sizi çoxdan araşdırmışıq və kimdən soruşmuşuq, harda izləmişik. Deyirlər ki, doğrudan da işinizin şahısınız. Var belə söhbət? Yəni, neçə ildir bu sahədəsiz? Təxminən belə deyək, 76-cı ildən ağacdan işləmişəm, 76-cı ildən bu günə qədər. Ortada 6 il buxaltır işləmişəm, Xalçavad İnstitutunu qurtarmışam, mühasib işləmişəm, ağacdan zavodda. Ancaq sırf parketlə 31 il məşğulam. 31 il. Bəli. Yəni, bu qədər belə sahəni dəyişəndən sonra özdə mühasib işi statuslu işdir. Hər adam da bacarmır bu işi. Necə oldu birdən-birə sonra artıq parketdə 31 il dayandınız, yox? Sovet hökuməti dağılandan sonra əmək haqqlarımız biraz azaldı. Kifayət qədər olmadığına görə mən də evlatlarımı, qız evlatlarımı oxutmaq üçün özümü parket aləminə qoşmuşum, qızlarım təhsil alsın. Düz evlatlarım üçü də alt təhsilli, üçünü də oxutmuşum. Onlar inşaat sektorda? Onlar da buxalteriyanı qutarmışlar. Aynen gözəl, maşallah. Hər birinə salamlayırıq. Teşekkür edirəm. Bütün istər Azərbaycanlıları, hər kəsi, hansılar ki çalışırlar, işinin peşəkarı olurlar və illər sonra, təbii ki, artıq bax, sizin də yaşınıza böyük təcrübə gəlib çatanda biz də canla başla dəvət edirik ki, sizin bir böyük kimi məsləhətlərinizi həm də